Yarım milyarddan çox gələn il Bəli. cərimələrdən nəzərdə tutulub ki, daxil olmaq. Bu bilsiz. Bunu hesablayıblar da bizim cibimizə yox, gözləri var. bu büdcə salmağın özü məntiqsizdir. Bunlar necə hesablayırlar ona yox, görə? deyim də əvvəlcədən düşünürlər ki, hamımız xuliqanıq, hamımız yəni qaydaları pozanıq. Tək avtomobillə bağlı yox, ümumiyyətlə cərimələrdən də. Yəni dövlət əksini düşünməlidir ki, mənim vətəndaşım tərbiyəlidir, qanacaqlıdır, qaydaları pozmayacaq, yaxşı sürücüdür, yaxşı piyadadır, yaxşı vətəndaşdır. Yoxdur da inanmırlar. Deyirlər ki, siz kandidsiz, xuliqansız, hamınız qaydaları pozacaqsınız. Biz də yarım milyarddan çox, 600 milyondan hətta biraz çoxdur deyəsən. Biz büdcədə buna proqnozlaşdırma qoyulub. Və onda da deyirlər ki, gir cərimə ödə də. Bax, rayona getmişdim, Lənkərana ailəmizlə dincəldi bu bayram günlərində. Düzdür, 20 manatla canımı qurtardım, 2 dəfə 10 manatlıq düşdü. Bilirsiniz niyə? Mən çox sürətli sürən deyiləm. Amma kəskin dəyişir. Kəskin dəyişir və 110-dan 60-a necə salasan sən? Bu qəza şəraitidir əslində. Və bu radarların tez-tez qoyulmağı əslində qəzaların sayını artırır. Gürcüstanda bununla bağlı böyük bir araşdırma oldu. Çünki vətəndaş nə edir? Sürücü. Bizim sürücü, bilirsiniz nədir? Hamı bir-birindən, belə deyək də, bir-birini allatmağa çalışır. Hökumət vətəndaşı, vətəndaş da hökuməti. Qarşılıqlı, o mənada çox belə səmimi. Belə bir sosial sazişimiz var. Görür ki, bir dəfə getdi, yadında qalır ki, 5 kilometrdən biridir də arada. 170-180-ə qaldırır, o 4 kilometr sürür. Sonra təzdən salır 110-a, ya 90-a, ya 70-ə, neçədirsə. Təzdən bir də, bax, sürətin belə tez-tez oynaması əksinə qəzaları artırır, azaltmır, artırır. Və Azərbaycanda bu qədər sərtləşməyə rəğmən qəzalarda ölən və yaralanan insanların statistikasına baxırsan, 1000 nəfərə düşən paya görə Gürcüstandan görün nə qədər qabaqdayıq. Gürcüstanda yoxdur elə bir şey. 50 dəfə yolda maşın sürmüşəm. Yoxdur elə bir şey. Sənə qabaqcadan da xahiş yazır. Əvvəllər onların da bir başqa cür o beyinlər işləyirlər. Turizm ölkəsidir, hər yerdə Gürcücə yazırdılar. O qədər tənqid olundu ki, indi yavaşca İngiliscə də yazmağa başlayıblar. Yazır sənə nömrən çıxır Batum turasında məsələn. Deyirək, filan nömrəli maşın, xahiş edirəm, biraz yavaşdır. Xahiş edir, bəli. Özünü qoru və yavaş sür. Day saxlayıb demir, niyə bəhs sürürsən, hə? Elə söhbət olmur. Yəni, sözümün canı odur ki, cərimələrlə, vergi artımlarıyla, məsələn, gələn ilə bağlı, 26-cı ilə bağlı gözləntilər pessimistdir bizdə, təəssüf ki. Vergilərimiz artır. Avtomatik olaraq 3% artır 2500 manatla maaş alan insanlar. Ondan yuxarı olanlarda 10%. Daha doğrusu, yox, ondan sonra 10% vergi verəcəyik. Və 3% bu ildir. 28-ci ilə qədər 7% olacaq. Yəni, mən nəyə görə deyirəm qısır döngəyə düşüb hökumət? İqtisadiyyat daraldıqca vergilər artırır ki, büdcəyə pul gəlsin. Büdcəyə daha çox pul yığmaq ehtimalı artdıqca, vergilər artdıqca iqtisadiyyat daha çox daralır. Çünki insanların xərcləmələri azalır. Dünyanın hər yerində, belə anlarda buna deyirlər helikopter pullar. İnsanlara pul paylayırlar. Tam ciddi deyirəm. Amma məsələn, indi Trump da elan elədi 2 gün bundan öncəki tariflərdən çox pul gəlir. Hər Amerikan vətəndaşına 100 min dollara qədər gəliri olanlara, yəni varlılara aid deyil də təbii ki, 2000 dollar çek göndərəcəyik evinə. Gedin xərcləyin. Bu dəli deyil, onu pul göndərir. 2000 dolları Amerikanlı alıb neyniyəcək? Gedəcək, mağazadan, nə bilim, televizor alacaq, ayaqqabı alacaq. Bu yenidən dövrəyə və iqtisadiyyat canlı. Bizdə elə deyil. Bizdə deyir ki, sən vergini çox ver. Yaxşı, verdim, 1000 manat qazanırdım. İndi 26 manat daha çox vergi verəcəm 1000 manata görə. 1000 manat örnəyini niyə çəkirəm ki, ölkə əhalisinin böyük əksəriyyətinin maaşı elə 1000 manat civarında. Böyük əksəriyyətinin. Bizdə median maaş, yəni maaş alanların ortalıq xəttini çəkəndə 600 manata çatmır. 570-560 manatda dayanır median maaş. Hökumətin ən çox sevmədiyi statistik göstəricidir. Bax, siz də çox az eşidərsiniz ki, hansısa bir məmur və yaxud da statistika komitəsi median maaşdan danışsın. Çünki sevmirlər bunu. Çünki göstərir də xətti çəkir və göstərir ki, sənin əhalinin 1,7 milyon insan işləyir bizdə. Onların tən yarısı 600 manata qədər maaş alır. Bu biabırçılıqdır da. 1000 manat maaş alan adamın 26 manat indi vergisi artacaq. O 26 manat ayda və daha çox ödəyəcəksə, nə edəcək? O 26 manatı ərzağa, qiymə, nə bilim, harasa xərcləməyəcək də. Xərcləməyəndə nə olacaq? İqtisadiyyat daha çox daralacaq. Daha çox daralanda hökumət daha çox panikaya düşür, daha çox vergi artıracaq.
Zaten elə də qoyub da 26-cı ildə 3%, 27-ci ildə 5%, 28-ci ildə 7%. İndi 1000 manat alan 28-ci ildə artıq 70 manata yaxın vergi verəcək. Və yaxşı o 70 manatı cibində qalsaydı, yenə deyirəm, gedib evinə, ailəsinə nəsə alacaqdı. Almayacaqsa iqtisadiyyat yenə daralacaq. Bax, belə bir qısır döngə. Bunun alternativi nədir? Bayaq da dedim. Alternativi qəliz, amma belə deyək də, işləmək tələb edən bir yoldur. İqtisadi aktivliyin artırılması, kiçik orta sahibkarlığın artırılması, regionların inkişafı və s. və s. və s. Bunun üçün də nə lazımdır? Hökumət oturub işləməlidir. Hüquqşünas kimi yox, iqtisadçı kimi düşünməlidir. Düşünməlidir ki, iqtisadi aktivliyi artırmaq bir nömrəli vəzifədir.